Resprons. Resprons kanalına hoş gördük. Ha, gözəl izləyicilər, əziz tamaşaçılar, çox çox. Hər kəs xoş gördük. Bizim bu Gözəl və Resprons kanalında mən Namiq İman qarşınızda yeni bir gündən, yeni bir video ilə Supermarketin 90 o neydi? Oyunun səsi az gəlir. Dostlarım, oyunun səsi yoxdur, neyniyək? Yoxdur. Neyniyə bilərik, heç nə bilmirəm. Gedək oyna. Nasıl da bu qışların səs gəlməkdənsə heç gəlməməsi yaxşıdır. Başlayaq. Bir həftədir buralarda yoxuq. Bəlkə də çox 10 gün olar. Bir həftə 10 gün olar. Yoxuq, buralar nə gündədir görək. Nə ediblər, toz basıb rəfləri. Ay. Hey. Qardaş, nə tərsən? İşlər necədir? İşləmirsiniz neçə gündür? Gəldim. Sən necəsən dostum? 1183 dollar pulumuz var. 28 sent hardandı. Kardeşlerim, bizim burada sipariş verilməsi malımız var ki, sipariş verək, faturalarımızı ödəyək, kommunallar yenə borc, xərc, kirayə, hamısı yığılıb sizdə. Banka borcumuz var, onu da ödəyək, 94 dollarımız qaldı. Gedək market açaq. Amma oyunun səsinin gəlməməsi rahatsız edicidir, bilmirəm niyə. Open, market açıldı. Hə, belə market açsın, bizim dostumuz, ambardarımız məhsulları yerləşdirsin. Mən də sizlərdən bir dəqiqə vaxt eləyim, söhbət eləyim. Hardaydım, nə inirdim, nə iş görürdüm. Hərdən başlayım, bilmirəm. Rayona getmişdim, rayondaydım. Ondan sonra gəldim işimin başına. Sistemi dəyişdim. Arkada gördüğünüz canavar var ama. Bize 690 DDR4. Wi-Fi. Anakart dəyişdim, RAM'ları dəyişdim, yüksəltdim. Prosesoru dəyişdim, hamısını dəyişdim, yüksəltdim, yuxarı səviyyələrə qaldırdım. Oyun da çox gözəl, axıcı şəkildə daha gözəl görsənir gözümdə. Yəni çox qəşəng vəziyyətə gəlib. Və elə daha çox oyun oynayıb, daha çox maraqlı videoların seriyaları gələcək. Narahat olmayın o barədə, onu da həll eləyəcəm. Oradan buradan nə gəldi, nə oyunlar gəldi, həll eləyib oynayacağım. Bugünkü market oyunumuzu yekunlaşdırmamış, bu marketdən əl çəkən deyiləm. O marketin müştəriləri gəlib, biz buradayıq. Səs var. Naşnik 500 tapmışam. Bir dəqiqə gəlirəm. Bir dəqiqə. Niyə? Çünki naşnik səs vermədi. Bayaq səs verdiyin də vermədi. Çox güman ki кейsi özüm yağdım. Кейsi yığarkən yəqin ki nələrsə qoşmamışam. Bugünlük naşnik çıxardıram, kənara qoyuram. Çünki naşnikdən işim yoxdur. Monitorun özündə dinamiklər var, oradan səslər gəlir, o səs kifayətdir məncə oyunu oynamağa. Amma onu düzəldəcəm, aklımda da, onu narahat olmayın, həll edəcəm. Çünki elə oyunlar var ki, rəqabətçil oyunlarda 100% düz qoşulma lazımdır. Yoğurt mənim üçün bahalı. 20 sentin söhbəti insan, gələsən 20 sent. Oy can. Gör fıranda axla bax. Fıranda oradan belə gəlir. Burada qapı var idi da. Qapı var idi. Lay. Fiyatlandırmalara baxaq. Bəlkə qalxan düşən ilə. Qalxan 6 manat. 6 dollar. 7 dollar eləyəm bunu. Qalsın 7 dollar. Bax bu düşüb. 5 dollar.
50 sent. 54 sent oldu. Olsun. 4 sent artı oldu. Aa, bunlar bir yandan gelir. Gelsin paralar. Paralar gelsin. Ne var ne yok. Aziz sakinler necə söz. Ama belə narahat edici de diyeyim size biləsiniz. Ne var belə bir şey de yok. Bakalım sipariş verin. Gidəm o bahalı şeyden sipariş verin baba. Çok bahadır. Qap ne bileyim neydi? Qabiyan nədir? Bulaşıq makinesi. Bravo. Nerede buranın adı? Jantorial Supeli. Sapeli. Jantorial. Jantorial. 79 dolar. Dararay ray ray ray. Güzel mahallemiz var bizim. Oynuyoruz burada güzel güzel dostlarla. Bulaşık. Ne yapacağım bundan biraz daha. Çok 70-80 dolar bizi qabağa keçirir bu. Hələ bunu qazanacağını demirəm. Bax deməli 160 dollardan 80 dollara düşür. Yarı qiymət. Keçələm sən təzə görürəm burada. Ay 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 ay. Resprons day ray ray resprons. Dağıtma yer axmağın bir axmaq. Bu da sənin nökərin yox da. Valla sən özün üçün alıb aparırsan. İşıqları yandırmayacağım. Görüm donma baş verəcək. Son oyunlarda ne donmalar vardı. Köhnə proseslərdə. İşıq sönülü olanda. Ne axır. Deyirəm, pulun özü qara olsun. Pulun şampun bulamadım. Hansı şampun bulamadım? Ay ya, kaslı. Sığpaktan da sipariş verin. Daire. Senden gel. Şampun hansı şampun diye tapılmadı. Bura boş. Bura boş. Bir adet su. 2 adet yumurta. 1 adet çörek. 1 adet mısır gevreği. 1 adet peso. 1 adet makaron. Ne deyir o, ne deyinir orada. Işıqlar yandıraq. Akşam oldu. Oo. Kasma yoktu, kasma. Çok qəşəng. İşləyim dostlarım, işləyim. Amma bir dənə zayzanızdan keçə bilərəm. Yoldaşlara kömək üçün buradayım. Yəni hər şey sizin... kasa, oyunu kasmaları düzenləyirəm. Bəzi şeylərdə donmalar baş verir. Biz sizin rahatlığınızı fikirləşirik, onun üçün əlimizdən gələn mücadiləni veririk. Tak. Yeniden siparişlerimizi təsdiqləyək. Nəsə söhbət edirəm, yadımdan çıxdı. Pulun özü qara olsun. Deyirdim axı, pulun özü qara olsun. Elə bir şey azdı ki, onun ötəsindən gəlsin. Ey dostum, sıxıntım var, nəsə problemin. Maaşdan, işdən, gündəlik həyatdan, işçilərlə bağlı. İspiyonculuk elə. Yo, elə şey eləmə. Elə şey eləmə. Dalaşaraq. Heç kimin çörəyinə vaiz olmam. Müdür olanda nə olur ki? Fikir verdiniz, oğurluq mu gəlmədi, yoxsa mənə doğru gəlmədi? Resprons. İstidir, havalar çox sinib. Ev isti, çöl isti. Bir də bu möhtəşəm görüntüyə baxın. Baxın. Mən heç bir söz demirəm. Əlimi
düyməsi yoxdur. Bir də buna baxın. Bu korobkalar oyun korobkasıdırmı, yoxsa real həyat korobkasıdırmı? Nə cür cümlə oldu? Eybi yoxdur, təhlil edirəm. Yaxın fikirləşim. Bax bu korobkalara baxın. Korobkaların düzülüşünə, şəklinə yazsın. Günü yeşilləşdirim öncə. Bu korobkalar real həyat... Neysə, də özünüz başa düşdünüz də. Yəni effekt. Oyunun profesional görünüşünü qeyd etməyə çalışıram. Tez çalış dostum. Sənə də pul ödədim. 23-cü səviyyədəyik. Səviyyəmiz çox. Oyunun səviyyəsi daha doğrusu. Xanım bizim marketə... Xoş gəldiniz. Buyurun, buyurun. Həmişə sizi görək. Gəlin, var. Nə desəniz var burada. Gedək görək qalxan düşən məhsullardan nə var, nə yox. Elə demişdim ki, gəlib getmirsiniz bizim marketə. Deyən kimi dərhal. .70. Burada qalxan düşən mallara nəzarət lazımdır ki, artığa əysiyə satmayaq. Oyunun təqdim etdiyi macəra ilə davam eləyək. Daha çox müştəri demək, daha çox satış deməkdir. Daha çox satış demək, daha çox gəlir deməkdir. Yəni bizim müştərilərdən xoş rəftar eləməyimiz gərəkdir ki, onlar bizim marketə tez-tez gəlsinlər. Bu gözəl xanım tualet kağızı sırpak neysə də bu kağızın arasını aladı. Bundan yenidən sipariş verim. Dostum sən biraz yavaş çalışırsan. Sənə biraz pul verim. Buyurun müəllim, xoş gəlmisiniz bizim Resprons supermarketlər şəbə. O nə idi? Marketlər, supermarket, şəbəkə deyilik, amma şəbəkə də olacaq. Narahat olmayın, o gün də gələcək. Heç bir problem, sıxıntı yoxdur. Həll eləyəcəm. Gəlin. Hey, bin kompaniyada. Vay, itələyə biləm, buna baxın. Dostum, çalış dostum. Gəlin, bugün marketimizdə xüsusi endirim kampaniyası davam edir. Bir alanı nə? Bir alanı heç nə. Bir alan pulunu ödəsin, çıxsın, geçsin. Oyda, oğru. Ay şərəfsiz. Niyə oğurluq edirsən? Bəs biz bunları Havaydan gəlməyib axı bunlar bizə. Ay şərəfsizin balası. Bunları biz pul vermişik. Alnımızın tərinlə almışıq. Bəs biz yazıq deyilik. Neçə illərdir işləmişik, əziz çəkmişik ki, bu günü görək. Sən də gəlmirsən ki, bizim marketdən oğurluq eləyəsən ki, nədir o ac nəfsini doyuzdurasan. Ya bizə zərər vurasan. Bu ədalətdir, axmağın yekəsi. Axmaq mənə əsəbləşdirdi gecənin yarısı. Gecənin yarısı, bizə xəlvətdir. Gecənin yarısı. Bir dənə şeir oxuyum. Oyunumuzun bu yerində oxuyum. Gül ki, ey qönçə dodağım ki, baxım mən də gülüm. Tanrı bir başqa gözəllik yaradıb, sən də gülüm. Ya bu olmadı. Təzədən oxuyum. Gül ki, ey qönçə dodağım ki, baxım mən də gülüm. Gül ki, ey qönçə dodağım baxım. Gülmə. Gül ki, ey qönçə dodağım ki, baxım mən də gülüm. Tanrı bir başqa gözəllik. Dilim çalışdı. Gül ki, ey qönçə dodağım ki, baxım mən də gülüm. Tanrı bir başqa gözəllik yaradıb, sən də gülüm. Allah bir qalbin əzəriyə qəni rəhmət eləsin. Dahi böyük söz ustadımız dünyasını dəyişdi. Onun repertuarından bir parça
Şeir oxudum. Bir dənə çay oram, kofe oramsın, şərəfsizdən yiyəsən. Ha bizim bu ambardarımız hardadırsan? Hardasın sən? Zəif işləyirsən. Biraz sürətləndir də dostum özünü. Biraz qaç pul verirəm sənə, qaç. Gecə oldu. Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi. Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi. Üzü aydan da gözəl nazlı nigar gəlmiş idi. Kim deyər bu şeirin müəllifi kimdir? Yazın şərhlər bölməsində fikirlərinizi oxuyacağam. Təbrik yazacağam. Bu şeirin müəllifini, adını, şairini deyən şəxsin adına səsləndirəcəm. Qaçır bax qardaşım, qaçır işləyir, çabuk. Sən də işləyirsən, dollar da sən. 1951 dollar. Gözəl nəticələr əldə edirik. Bank borcumuz. Sən lənətə gəl. Bir günümüz qaldı səndən can qurtarmağa. 20 səviyyəni tamamlamaq üçün məncə pula ehtiyac var. Bura aşağı almışdım axı mən. Ay sənə, ay xala, niyə oğurluq eləyirsən? Bağışla vurmalıyam səni. Vurmalıyam səni. Mən niyə bağışla deyirəm? Deməliyəm, deməməliyəm. Deməliyəm də. O bizdən oğurluq eləyir, bilir ki. Oğurluğun cəzası var. Niyə oğurluq eləyir? Biz kimsə pulsuz mal istədi, vermədikmi? Ya iş istədi, vermədikmi? Gəlsin işləsin xanım bu marketdə. Biz ona nə vacib verək? Gündəlik maaşını ödəyək. Ey mənim dostum ambardar, biraz sürətlənə bilərsənmi? Sənin də ödənişini edirəm vaxtında. Çox rəsmi danışdım. Bu kameranı istəyirəm çölə yerləşdirəm. Çölə də yerləşdirmək olmur. Bax bunu, bax buraya yerləşdirim ki girən görsün ki kamera var. Ay sağ ol. Həm də kasserlərə nəzarət edeyim burada. Ay sağ ol. Birdən pulu fırladarlar, ciblərinə qoyarlar. Ey gözüm üzərinizdə ha. Hər tərəfi yaxşı görürəm. Oğru xala qətiyyən olmaz. Kamera bir diqqət. Çox qəşəng. Ha bu gün də 2200 2300 şey eləyək də, onda bir dənə nəsə alaq market üçün. Velosiped almaq da istəyirəm. Amma lisenziya almağa məsləhət bilirəm ki, səviyyəmiz daha tez yüksəlsin. Böyük ihtimal alam. 2600 lisenziya. Lisenziya mantar, nə limon, mango. Bunları ala bilmirəm. Əvvəlcə böyütmə eləməliyəm ki. Marketin səsi kəsdi, hər kəs getdi. Bir gündə oyun yekunlaşdıracağam bir gündə. Çünki bizə pul lazımdır bugün. Gəlsin market açaq tez. Fiyatlandırmalara daxil oluram. Qalxan məhsulları 7.10 sent. Artıram bəzilərini. Belə 2000 çox az pulumuz qalıb. Gedim biraz kassira pul verim ki daha sürətli işləsin. Atmayın yerə. Çox xahiş edirəm. Nə bilim nə deyirəm. Kamerada yerləşdirirəm. Xeyri yoxdur da bunlara. Xeyri yoxdur. Nə etməyəm? Batırmayın yerə. Bax, palçıq ayaqqabılarınızın altını təmizliyində. Ay sizi gün yekunlaşdır. 47-ci gün tamamlanıb bulunmayan ürün 7 dənə. Ay. O bizə mənfi qazandırır. Görən hansı ürünlərdə tualet kağızı tapılmalı. Tualet kağızına tüpürüm sən.
Bəlkə mən lisenziya almışam. Hə, tez yerdə. Yönetim faturaları ödə. Faturaları ödə. Lisenziyalar. Biz ona fiyatlardan baxırıq ki, nə almışıq, nə almamışıq. Gəldim. Yo, bunun hamısını almışam axı mən. 15-70. Heç oyda o. Şeydən istilik vurur. Prosesordan. Ayağımı havalandırmadan deməli prosesor qızım. Bunu məndə niyə ürün buluna bilmir? Başım çıxmadı. Depo. Toplanıcı böyütmə. Böyütmələr yönetim. Böyütmə. 2600. Yəni pulum çatmır. Zəhərə qalsın sənə. Eybi yox, neyniyək? Bugünlük bu qədər. Esperos kanalını izlədiyiniz üçün təşəkkür edirəm. Hamınıza gələn bölümdə görüşənə qədər problemləri həll eləməyə davam edirik. Həll eləyə gedirik, görək başımıza nə işlər gəlir. Gəlməsə də yolumuzdayıq, yolumuzu davam eləyirik. Allah canınızı sağ eləsin, izlədiyiniz üçün təşəkkür edirəm. Burada bir dənə ekrana toxunun, orada aşağıda bəyənmək butonu var, bir dənə ona basın. Videomu bəyəndən sonra buradan çıxın, abunə olun, zil bildirişlərini açın, kanala abunə olun. Bir dənə də aşağı şərh yazın, görək nə yazırsınız, fikirlərinizi qeyd edin, nəyə bəyəndiniz, nəyə bəyənmədiniz, çox önəmli də oldu. Sağ olun, özünüzə yaxşı baxın. Sabahda bir süründə görüşənə qədər hələlik. Hələlik.